Salam əleykum dostlar. Deməli, Nizami küçəsində 3 mərtəbəli apartmanda belə bir mənzilim çıxıb satışa. Mənzilin ümumi sahəsi 60 kvadratdır, yuxarısı dupleksdə 50 kvadratdır, yuxarıdadır. Cəmsi 110 kvadratdır. Buradan gördüyünüz kimi zaldır. Zaldan balkona çıxışdır. Bax, belə Sultan Şadlıq evi bir yanda, Aytaz Şadlıq evi də bir yanda. Burası isə dayanacaqda şəhərə gedən və gələn marşrutlar buradan keçir. Yeri mərkəzdədir. Evin adı marketdir, qadın salonudur. Qoşa qapılı zalımıza çıxandan sonra burada bizim koridorun axırında sanitar uşaqlar ayrı-ayrıdır. Bu hamamıdır. İşte ayaq yolu. Hamısında gördüyünüz kimi özünün pəncərəsi var. Hamamın, tuvaletin, spalinin də. Burada da spalnisidir. Spalini. Spalindən keçid alırıq üzbüz. Burada bunun mətbəxidir. Mətbəxində özünün pəncərəsi var. Yer istifi oldu, nəzərinizə çatdırım hər yan. Bu da pləşənin altında belə kladovka kimi eləmişik acəlini. Səhəqəli qapısı da var özünün. Beləliklə aşağıda 60 kvadratda 2 otaq, hamam, tualet və bətbəxtdir. Yuxarı çıxanda bu da bunun mansard hissəsidir. Mansard hissəsinin özündə pəncərəsi var. Kifayət qədər genişdir. Burada 2 bölmüşük beləncədən şəxsin prozat qoyuşu kimi necə istəsə elə də bölgə elə bilər. Burada da bu hissədə də yəni məsələn divan, filan, stol qoymaq olar. Buradan yataq otağı kimi istifadə eləmək olar. Bax belə. Beləliklə ümumi sahəsi 110 kvadrat, qiyməti isə 85.000 manatdır. Nəzərdə çatdırım ki, su, işıq, qazı da var yəni hal-hazırda. Bax belə.